Xalqımızın sevimli bayramlarından olan Novruza sayılı günlər qalıb. Azərbaycanda Novruz bayramı yazın gəlişi, ilin başlanğıcı, torpağın oyanması kimi təsvir edilir. Bu bayramın tarixi qədim köklərə dayanır. Hansı ki bayrama qədər olan 4 çərşənbənin özünə aid adət ənənələri var. Bugün isə İlaxır çərşənbəsidir. Sonuncu olan torpaq çərşənbəsində insanlar mehriban şəkildə toplaşır, papaqlar atılır, tonqallar qalanır və müxtəlif fallar edilir. Biz isə hazırda Fəbarələr meydanında yerləşən və Novruz bayramına aid yaradılmış Torpaq əlimdə, bahar ürəyimdə yarmarkasındayıq. Bu yarmarka şəhərin mərkəzində bayram abu-havası yaratmaqla yanaşı, ehtiyacı olan ailələrə ümid işığı olur. Belə ki, burada əldə olunan vəsaitlərin hər biri xəstə insanların müalicəsinə və onların əməliyyatlarına sərf olunur. Bəs gəlin görək yarmarkada vəziyyət necədir və burada hansı müxtəlif stendlər qurulub. İskəndər bəy, bildiyiniz kimi Novruz yarmarkasındasınız. İlk dəfədir iştirak edirsiniz, ya necə? İlk dəfədir iştirak edirəm. Yarmarkadakı abu-hava siqanidir. Əlbəttə. Satışla bağlı nələr deyə bilərsiniz? Nəyi satışa çıxarmısınız və insanların bu satışa olan marağı necədir? Biz gördüyünüz kimi fettuccine satırıq, İtalyan pastası. İnsanların marağı, yəni restoranlara falan hamı gedir, çox adam bilir, amma bilməyənlər də olur. Gəlirlər, soruşurlar, maraqlanırlar. Biz də sizə izah elədiyimiz kimi onlara izah edirik. Qiymət aralığı nə qədərdir? Qiymət 7.50 minimum qiymətdir, 13-ə qədər. 4 növü var, 7.50-dən başlayır 13-ə kimi. Bildiyiniz ki, bugün İlaxır çərşənbəsidir, həm də Torpaq çərşənbəsi adlandırılır. Bu çərşənbələrə və Novruz bayramına aid hansı adət-ənənələrimizi bilirsiniz, nələr deyə bilərsiniz? Sırf bu çərşənbəyə aid xatırlamıram, amma ümumiyyətlə Novruza aid tonqaldan atlama, keçəl, kosa. Torpaq çərşənbəsi də bu çərşənbə. Torpaqda məncə insanlar əsasən iməclik eləyir, torpağı qazırlar və onun yenilənməsinə şərait yaradırlar ki, bu əslində torpağın yenilənməsinə misaldır. Yəni bu əkin Əkinlərdən əvvəl yəqin ki, torpağı şumlamaq bərəkətli olması üçün bundan sonra şumlanır torpaqlar ki, artıq yazın sonuna doğru hər yeri bərəkətli olsun, əkinlər, biçinlər yaxşı olsun. İstərdim yarmarkada neçə ildir çalışırsınız, o barədə məlumat verərdiniz, zəhmət olmasa. Yəni çalışdığımız qədər çalışırıq, yəni istədiyimiz kimi işləməli idi, çalışırıq. Neçənci dəfədir yarmarkada işləyirsiniz? 2-ci dəfə, dekabrda. Keçənlə nisbətən bu il insanların marağı yarmarkaya daha çoxdur, yoxsa azalıb? Daha çoxdur. Siz burada hansı satışları edirsiniz, zəhmət olmasa deyərdiniz? Bubble waffle da dondurmalı və meyvəlidir. Bu da çubuqlu, məsəl üçün meyvəlidir, şqallıdır. Yəni bunlar da qabdadır, belə yumruları da var. Qiymət aralıqları necədir? Bunlar 15 manatdan başlayır, 8.90-dan başlayır, bu da 8.50-dən başlayır. İnsanlar necə waffle'lara olan marağı sizi qaynedir? Bəli, hə. Məsəl üçün istəyirlər, 15-dən başlayır, qaldırırlar məsəl üçün qiymətlərini, qalxır 25-ə qədər, 30-a qalxır. Bildiyiniz kimi Novruz bayramına sayılı günlər qalır və bugün Torpaq çərşənbəsidir. Buna bağlı nələr deyə bilərsiniz? Bayramdır, hamı da bayramı təbrik edirəm, təşə. Bugün çərşənbəyə uyğun olaraq nə edəcəksiniz? İşləyəcək də, nə edəcək? Özünüz zəhmətinizi təqdim edərdiniz. Yəni Cavit, Abdulazadə Cavit. Çox sağ olun, minnətdarım. Yarmarkada neçə il iştirak edirsiniz? İkinci ildir bu artıq. İkinci ildir. Bəli. Yarmarkada insanların olan marağı ötənə nisbətən artıq ya azalır? Hələ ki bayram günlərinə doğru getdikcə maraq daha da çoxalmağa gedir. Yəni insanların siz Dubai şokoladını satıyorsunuz da, səhv eləmirəmsə. Son bir ildə bütün gündəmi zəbt edib Dubai şokoladları. Yəqin ki, yarmarkada da insanların Dubai şokoladına olan marağı çoxdur. Sizi qayda edir bu maraq? Təbii ki, düzdür, trend olan vaxtı daha çox maraq var idi və trend yavaş-yavaş trendlər qalxır, kulminasiya olur və sona doğru gedir. Amma yenə də bəli, maraq var, normaldır, standart maraq, möhtəşəmdir. Qiymət aralığı nə qədərdir sizdə? Plitka şokoladlar 24 manatdır.
Pudinglərimiz 8 manat, brownilər 8 manat. Bir də minnoşlar var, balacalar, ən balacalar orada 2 manatdır biri. İnsanlar əsasən hansı qiymət aralığında olan Dubai şokoladlarının üstünlüyü verirlər? Ən çox pudinglər satılır. Pudinglər satılır, amma onun pudingdən sonra browniedən sonra pletka şokoladlar. Bildiyiniz kimi artıq Novruz bayramı sayılı günlər qalıb. Bugün torpaq çərşənbəsidir. Bu günlə bağlı, çərşənbə ilə bağlı və Novruz bayramı ilə bağlı nələr demək istərdiniz? Hər kəs təbrik eləmək istəyirəm və yaşamalarını istəyirəm də hər kəsin. Yəni cavan olsunlar. Ya fərqi yoxdur yaşdan, amma cavan olsunlar. Rəvan bəy, neçə ildir yarmarkada iştirak edirsiniz? 2-ci ildir. Səhv etmirəmsə burada midye satırsınız. Türk mətbəxinə aid məhsullardır. Zəhmət olmasa məlumat verərdiniz. Bu çiğ köftədir. Midyələrimiz hal-hazırda istilənir, bişməyə qoymuşuq. Qiymət aralığı neçədir? Qiymət midyə 1.50-2 manat arası, çiğ köftələr də 5, 6, 7. İnsanların yarmarkada sizin məhsullara olan marağı necədir? Normal, yaxşıdır. Bu maraq sizi qaynayır. Bəli. Ötən illərə nisbətən insanların yarmarkada midyəyə və çiğ köftəyə olan marağı və tələbatı sizcə artıb ya azalıb? Məncə artıq. Bəli. Mənim adım Yusif Atzadədir. Gələn Novruz bayramımızı təbrik edirəm. Çərşənbəniz mübarək olsun. Bugün torpaq çərşənbəsidir. Axşam evdə nə yeyəcəksən? Axşam papaq atacağam. Şəkər bura, badam bura, nə gəldi yeyəcəm. Tonqal da qalayacaqsan? Bəs məktəbdə sizə Novruz bayramla əlaqədar olaraq nə kimi dərslər keçilir, nə kimi tədbirlər görmüsünüz? Tədbirlər, nə bilim, Məktəbdə olmayıb Novruz bayramı ilə bağlı tədbir. olub. Məktəbdə olub. Layihələr hazırlamışıq. Heç elə olub ki, layihələrdə Kosa və yaxud da ki, Keçər rolunda olmuşsan? Olmayıb. Yarmarka ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Çox gözəldir. Həmişə də gəlirik. Qiymətlər sizi qaynı edir. Bəli, münasibdir. Hər kəsin büdcəsinə uyğundur. Davamlı şəkildə bu cür yarmarkalar gəlsiniz, yoxsa ilk Davamlı dəfədir? şəkildə. Davamlı şəkildə gəlirik, bəli. Bax, yarmarkada nələr almısınız? İndi görürəm ki, dondurma alırsınız. Daha sonra nələrdən istifadə eləmişsiniz? Bizim daha çox kumpirə üstünlük veririk. İndi bundan sonra kumpir üçün gedəcək. Əli bəy, neçənci il yarmarkada iştirak edirsiniz? Bu 4-cü iştirakımızdır. 4-cü iştirakınızdır. Yarmarkada Maraş dondurmasına olan maraq əvvəlki illərə nisbətən artıb, azalıb. Standart eynidir. Gəlmişlərə alır. Qiymət aralığı neçədir? Eyni qiymətlərimiz. Neçədir? 3 manatda eyni qiymət. 4 çeşid qarışdıra bilərik istəsəniz. Onlarımız ola bilərsiniz. Yox, çox sağ olun. Aha. İnsanlar dondurmaya olan marağı çoxdur ya azdır? Yayda daha çoxdur. Yayda daha. İndi yaz başladığına görə hələ ki biraz azdır. Biz də sunum edərkən müxtəlif hərəkətlərlə bunu. İstəyəni eləyirik, istəməyəni eləmirik. Təşəkkür ederim. Görürəm ki, burada Azərbaycanın gözəl bölgələrindən olan Qubadan müxtəlif şirniyyatlar satırsınız. Zəhmət olmasa məlumat verərdi satışınızla bağlı. Quba şirniyyatlarımızdır, qurumajdır, paxlavadır, şokoladlı paxlavadır, halvadır, sarmadır, Quba bükməsidir. Neçədir yarmarkada iştirak edirsiniz? Birinci ildir, birinci sezonda biz buradayıq. İnsanların Quba şirniyyatlarına olan marağı necədir? Çox yaxşı, Quba şirniyyatları dadan hamısının xoşuna gəlir. Bizim bükməmiz çox mükəmməldir, çox dadlıdır. Qiymət aralığı barədə zəhmət olmasa məlumat verərdiniz. Qiymətlərimiz dəyişikdir. Paxlava 3 manatdır, çayla bir yerdə. Nə alsalar çay hədiyyədir. Bükmə 4 manatdır, sarma 4 manatdır, halva 4 manatdır, paxlavalar 3 manatdır. Adil bəy, neçə ildir yarmarkada iştirak edirsiniz? Bu il ilk dəfədir iştirak edirik. Restoran sistemində 12 ildir işləyirik. Yəni Azərbaycanda, dünyada, bütün Qafqaziyada birinci dəfədir pendir dönər taxırıq. Bu necə həyata keçir? Zəhmət olmasa satışınızla bağlı bizə məlumat verərdiniz. Satışımız dürüm şəklində olur lavaşın arasında. Rəngbərəng dürüm lavaşlardır. Qırmızı, göy, yaşıl. Rəngləndirici yoxdur tərkibində. İçində normal iceberg, pomidor, turşu, xiyar, kartoşka fili, pendir sosu özəl. Və pendir də xüsusi pendirdir, yəni əriməyən pendirdir. Həm doyumculdur, həm də çox ləzzətlidir. Yəni Bu pendiri hardan gətirirsiniz? o pendir Azərbaycanda istehsal olunur, hazırlanır. Amma tam fərqli pendirdir. Yəni bildiyimiz nə mozzarella deyil, nə qalanski pendir deyil, tam fərqli bir pendir. Qiyməti neçədir? Qiyməti 7 manat. İnsanların pendir dönərə olan marağı sizi qane eləyir. Bəli, yəni təzə olduğu üçün, daha ilk olduğu üçün, yəni çox insanlar maraqlanır, çox insanlar yəni xoşuna gəlir. Yəni mən düz başa düşdüm də, pendirin arasına müxtəlif inqrediyentləri yerləşdirərək satırsınız. Arasına
ətin əvəzinə sadəcə olaraq pendir yerləşdiririk. Biz vegetarian, vegan restoran olaraq Azərbaycanda o baxımdan da ilk bizi və başqa bir rəqibimiz də yoxdur vegetarian olaraq. O yüzden yəni sırf pendirdir. Et olmur bizdə. Bəli, yarmarkada həmçinin bu cür kiçik sahibkarların öz istintləri var ki, onlar da satış edərək ehtiyacı olan insanlara kömək olurlar. Salam, hər vaxtınız xeyir olsun. Özünüz zəhmət olmasa təqdim edərdiniz. Həm də bu Naringül. Naringül xanım, neçə ildir iştirak edirsiniz yarmarkada? 3-cü ilimizdir. Bacımın mağazasıdır, yəni 3 ildir daimi də olmasını istəyirik, həmişə gələcək. Burada müxtəlif bəzək əşyalar satırsınız qadınlara məxsus. Qiymət aralıqlarınız zəhmət olmasa deyərdiniz. Qiymət aralıqları, məsələn, xırda sırğalar başlayır 3 manatdan 45 manata kimi eynəklər var. Yarmarkada sizin mağazanıza olan maraq necədir? Çox qəşəng, yəni ən sevilənlərdən deyə bilərəm, hamını cəlb edir. Yarmarkada olduğunuz üçün xüsusi endirimlər var, yoxsa necə? Hal-hazırda olur, yəni müştərilər gələndə onlara edirik, toplu aldıqda. Ötən illərə nisbətən insanların bu cür əşyalara olan marağı sizcə artıb, azalıb? Artıb. Salam, hər vaxtınız xeyir olsun. Özünüz zəhmət olmasa təqdim edin. Almazov Çingizxan, Hellim restoranından gəlmişik. Novruz havası hiss olunur. Bu arada bütün həmvətənlərimizi təbrik edirəm Torpaq Çərşənbəsi münasibəti ilə. Novruzxan bəy, nə ilə məşğulsunuz burada, nə satırsınız? Burada satırıq deməli öz istehsallarımızdan kruasanlardır. Böyük kruasan, kiçik kruasan, dondurmalı kruasan, lefkoşa krep. Məncə dondurmalı kruasan ilk dəfədir rast gəlir. Yarmarkada ilk bizdədir və növbəti illərdə də bunu daha da populyar eləmək istəyirik. Qiyməti neçədir? Qiymətlər münasibdir. Bizim restoranın promo kodu ilə gələnlərə 10% endirimdir. Belə qiymətlər böyük kruasanın qiyməti 6 manatdır. Balaca kruasan dondurmada 4 manatdır. İnsanların yarmarkada dondurmalı kruasanlara olan maraqsı qaynedir. Bəli. Çünki yarmarkada və Bakıda belə bir şey olmadığı üçün hamıya təəccüblü gəlir, maraq doğurur və sosial şəbəkələrdə də paylaşanlar çox həddən artıq yetərli qədər reyting qazanıb artıq. Salam. Salam. Özünüzü təqdim edin, zəhmət olmasa. Adım Məlik. Bakı Xoreografiya Akademiyasında oxuyuram. Məlik bəy, yarmarkada neçənci dəfədir iştirak edirsiniz? İlk dəfədir yarmarkaya gəlirəm. Birinci dəfədir gəlirəm. Havası çox qəşəngdir, çox gözəldir. Nəsə almısınız yarmarkada? Yeni gəlmişəm, hələ ki baxıram, alacağam inşallah yəqin ki. Novruz bayramı gəlir qarşıda. Novruz bayramımızla bağlı nələr deyə bilərsiniz? Hər kəsin Novruz bayramını təbrik edirəm. İlk öncə sizin də bayramınızı təbrik edirəm. İnşallah bu il hamıya uğurlu və düşərli olar. Yarmarkaya neçənci dəfədir gəlirsiniz? Birinci dəfədir. Buradakı ab-havanı bəyənirsiniz? Yaxşıdır. Nələr almısınız yarmarkadan? Bir giriş eləmişik. Bir balaca qızımıza şər almışıq. Neçə aldınız şarı? 4 manat. Qiymətlər sizi qane eləyir. Normaldır, bura üçün normaldır. Yarmarka barədə nələr deyə bilərsiniz? Yarmarka yaxşıdır, maraqlıdır ki, həm xarici turistlər, özüm turistlərlə işlədiyimə görə turistlərə çox maraqlı gəlir. Bizim milli yeməkləri görürlər, bizim milli şirniyyatları görürlər, paxlava, şəkər bura. Sonra orada səməni qurulubdur. O haqda məlumat soruşurlar. Deyirəm ki, bu bizim milli bayramımızın ənənəsidir, təamiz ənənəsidir ki, hər yerdə səməni üzərir. Yarmarkada nəsə almısınız? Bəli. Xoşunuza gəlir? Bəli, super, yüksək səviyyədə. Qiymətlər qane eləyir sizi? Qiymətlər normaldır, bəli, normal. Xaricdən müqayisə eləsək, bəli, çox normaldır bizlərdə. Təşəkkür edirəm. Bizim milli bayramımızdır da. Allah həmişə bayram qismət eləsin xalqımıza. Xoş günlər qismət eləsin. Belə. Yarmarka barədə nə düşünürsünüz? Xoşunuza gəlir? Yaxşıdır, gözəldir. Nə almısınız yarmarkadan? Hələ gedirik. Hələ gedirsiniz. Təşəkkür edirik. Özünüz zəhmət olmasa təqdim edərdiniz. Heyran. Adın nədir sənin? Hə? Neçə yaşın var? Uşaqlarımız əylənsinlər, bizim üçün xoşdur. Nələr almısınız buradan? Hələ heç nə almamışıq, təzə girmişik.
Yarmarkadakı ab-hava barədə nə düşünürsüz? Yaxşıdır, hər şey gözəldir. Qarşıda Novruz bayramı gəlir. Bu gün də il axır çərşənbəsidir. Bəli, hamını təbrik edirik. Hamını təbrik edirik, uğurlu olsun, bərəkətli olsun. Axşam nə edəcəksiniz Torpaq çərşənbəsi münasibətilə? Heç nə eləməmişəm, gedib eləyərəm. Hər şey daha yaxşıdır. Özümüz də tələbəyik, gəlmişik, xoşumuza gəldi, hər şey daha yaxşıdır. Neçənci dəfədir yarmarkada iştirak edirsiniz? Bununla demək olar ki, 4-cü dəfədir gəlirik. 4-cü dəfədir. Buradakı qiymətlərdən razısınız? Bəli, normaldır. Nələrdən istifadə eləmişsiniz yarmarkada? Orada şabalıd qurusu deyirlər, ondan istifadə eləmişik, əjdarhadan istifadə eləmişik, buxar əjdarhadan, onlardan istifadə eləmişik. Ab-hava sizi qane edir? Bəli, əlbəttə ki, hər şey çox gözəldir. Bəli, əziz tamaşaçılar, bugün sizlərə Torpaq əlimdə, Bahar ürəyimdə yarmarkasında yerləşən stendlərlə tanış etdik. Siz də bura gəlib, bu cür təamlardan dadıb, ehtiyacı olan insanlara yardım etmiş ola bilərsiniz. Və qarşıdan gələn Novruz bayramı münasibəti ilə hər birinizi təbrik edir. Sizə uzun ömür, can sağlığı arzulayırıq.